Ə, Arid iqlim şəraitində çayların su basarında əmələ gələn bu meşələr Azərbaycanın düzənlik ərazilərində yayılmış digər meşələrdən fərqlənir. Düzənlik ərazilərdə əhali sıx məskunlaşdığı üçün meşələr intensiv antropogen təsirə məruz qalmışdır. Bu meşə ekosistemini qorumaq üçün xüsusi mühafizə olunan ərazi təşkil edilmişdir. Demək, bu mətndən başa düşə bilərik ki, Azərbaycan ərazisində bəli, düzənlik ərazilər, yəni Qanı-Xəzərçayda, Lənkəran ərazisində, Samur-Dəvəçi ərazisində də biz bu cür düzən meşələrə rast gəlirik, amma eyni zamanda bir də bu cür meşələrə biz Kür çayı boyunda, yəni Azərbaycanda çay sahili deyəndə əsasən Kür çayı sahilində biz belə bir meşələrlə rastlaşırıq ki, və bu cür meşələrin yəni yayılmasında yeraltı sular, qurum suları, yəni mühüm rol oynayır. Mətn sualımıza nəzər salaq, situasiyanın sualına. Belə ki, sualda bizdən mətndə verilmiş meşələrin adını və eyni zamanda Azərbaycanda əsasən hansı çayın sahilində yayıldığını bunu müəyyənləşdirək demiş. Bəli, bayaq da dediyimiz kimi mətndə verilmiş meşələrin adını istəyirsə bizdən, biz buna Tuqay meşələri qeyd edəcəyik və demək ki, bu meşənin adı olacaq bizim üçün Tuqay meşələri və bu meşələr əsasən dediyimiz kimi Azərbaycan ərazisində Kür çayı sahilində yerləşir və testimizin doğru cavabları Tuqay meşələri və Kür çayı olacaqdır.